Salam hər kəsə. Keçən dəfə mən sizinlə pəhriz və məşqləri davamlı edə bilməməyin 5 psixoloji səbəbini paylaşdım. İndi isə sizinlə həmin o psixoloji səbəbləri necə aşmağı, həmin baryerləri necə aşmağı paylaşacağam. Birinci psixoloji səbəbimiz motivasiyanın qısa müddətli olmasıdır. Bunun həlli yolu isə böyük məqsədləri kiçik hissələrə bölə bilərsiniz, kiçik addımlara bölə bilərsiniz. Mən özüm də vaxtı ilə çörək yeməyi birdən-birə atmamışam. Əvvəlcə lavaşla əvəz eləmişəm, sonra kartoşka ilə, sonra pizza ilə və indi ümumiyyətlə heç çörək yemək istəmirəm. Və yaxud da məşq cəhətdən bir aya 5 kilo, çox insan istəyir bir aya 5 kilo versin. Ondan sonra bir aya 1 kilo, 1 kilo yarım, 2 kilo çəki atmağı məqsəd qoymaq daha düzgün olar, kiçik addımlar olaraq. İkincisi, daxili müqavimət və özünüz sabotajdır ki, burada köhnə vərdişlərinizi birdən-birə yox, mərhələ ilə dəyişə bilərsiniz. Mən bunu etməliyəm əvəzinə, mən bunu özüm üçün seçirəm deyə beyninizə pozitiv siqnal ötürə bilərsiniz. Və hər bir kiçik uğurunuzu, addımınızı, misal üçün, mən bugün şokolad yemədimsə, qeyd edib özünüzü təbrik edə bilərsiniz. Üçüncüsü, stres və emosional yemək idi ki, burada stres anında alternativ məşğuliyyətlər tapa bilərsiniz. Misal üçün, gəzinti, musiqi dinləmək, yeməyi emosiya kimi deyil, bədənə yanacaq kimi görməyə çalışın. Özünüzdən soruşun, mən indi acam, yoxsa darıxıram, stresliyəm. Dördüncüsü, perfeksionizm və sərt qaydalar dedi ki, bunun həlli özünüzə aqressiv yanaşmayın. Bir dəfə pəhrizi pozmaq, tam iflas etmək demək deyil. İlk əvvəllərdə qidaları pis yaxşı ayırın, sadəcə günlük kaloriyaja fikir verin. Unutmayın ki, mükəmməllik deyil, davamlılığa qalib gəlir. Beşincisi, nəhayət, özünü dəyərlənmədə problemdir ki, bunun həlli, misal üçün, özünüzü üçüncü şəxs kimi kənardan müşahidə edin. Beyninizdə hansı tənqidi düşüncələri var, onu müsbət düşüncələrlə əvəz edin. Mən bunu bacarmaram əvəzinə, mən bunu başlamışam və yavaş-yavaş addımlayıram kimi düşüncə ilə əvəz edə bilərsiniz. Bədəninizi düşmən kimi deyil, dost kimi qəbul edin. Necə var qəbul edin və addımlayın, nəticə görəcəksiniz. Kiçik uğurlarınızı qeyd edərək, mən dəyərliyəm hissini gücləndirin. Qısacası, baryerləri aşmağın yolu, kiçik addımlar, axınla getmək, özünüzə qayğı və müsbət fokus. İstəsəniz, mən sizlər üçün 7 günlük bu baryerləri aşmağın planını göndərə bilərəm. Sadəcə kommentdə plus qeyd edin.